What the fuck? Mənlə sən? İndi təsəvvür eləyin, bunların da sevgililəri həmən yerə gedir. Filmin 12-ci dəqiqəsindən 4 dəqiqəsi xarc söhbətinə getdi, 3 dəqiqəsi də rəqsə. İzləyici gözü ilə baxanda artıq mənim ürəyim sıxıldı. Adamı cırnadırlar da konkret. Nə deyək ki, xalam oğludur. Peki sabah sən yeyib xaşlayaq. Sonrasında vaxt görsədir. Axşam da damlaya gedərsiniz. Sevmək bir-birinə baxmaq deyil, eyni istiqamətdə baxmaq deməkdir. Qəşəng. Maraqlı sözdür. Bakı bulvarı. Salam. Necəsən, neyinirsən? Gəlirsən? Mən əla, niyə tələsə danışırsan? Yo, tələsmirəm. Sadəcə vaxt demişdi axı. Həm də ki, mən səni görmək üçün tələsirəm. Hə, gəlmişəm, buradayam. Qız Bir dəqiqə. Bunlar eyni yerdədirlər axı deyəsən. qalasının qabağında. Hə, Qız qalasının qabağında. Hə də keçən dəfə görüşdüyümüz yerdə. Hansı Qız qalasının? O yeni Masazırda neçədən Qız qalası tanıyırsan sən? Hə, mən biraz Dedim də eyni yerdədirlər. Gecikirsən? Qızlarla görüşsən? Niyə? Bəs yaxşı niyə bunu mənə demirsən ki? Yo, yəni normalda mən gecikməliyəm, sən məni gözləməlisən də. Necə birdən çıxdı? Camaat qız işinə görür ki, sevgilisine vaxt ayıra bilir. İndi mən başa düşmürəm. Bunların arasında 5 metr məsafə var. Bir-birlərini eşitmirlər güya. Ələddin adlı izləyici məsləhət görüb baxmağı. Ələddin, inşallah ki, yaxşı çıxar. Başqaları kimi. Yox, mən anlamıram. Sən niyə səbsən ki? Elə bir sən burada gözləyən mənəm, sən Yox, mən deyirsən. başa düşə bilmirəm. Sənin nə işin var? Yo, mən dostlarımla görüşmək istəmirəm. Mənə lazım Yəni deyil. okey, sənin işin çıxa bilər. Amma yəni bunu mənə əvvəldən demək olar da, düzdür? Nə deyim, deyim sevgilinin işi var. Gəl burada bir 2 saat vaxt öldürək. Mən də gəlib 2-3 saat səni burada boş-boş yerə gözləməlisən. Xeyr, mən buradayım, şəhərdəyəm. Sən gəlmirsən, onda mən niyə deyirsən hardayam, hansı Qız qalasının qabağında? Mən Evə səni getmirəm. gözləyirəm. Bilmirəm. Gəl, Ya harda yaxşı. olsam gələrsən. Hadi, hə, Yaxşı buradayım, oldu, gələrsən. oldu. Hə. Nə kişi yoxdur yanımda kişi zat. Çox sağ ol. Buyur. What the fuck? Mənlə sən? Hə də deyirsən kişi yoxdur, deyirəm çox sağ olun da. Bunlar fərqli adamlarla danışırdı. Qəşəng, gözləmədiyim bir şeydi. Nə oldu, xətrinizə dəydi? Mən sizlə danışmıram ki. Yo, sadəcə yerində düşdü. Hə, deməli siz mənim söhbətimə qulaq asırdınız. Yox, vəziyyətimizə baxırdım. Nə olub ki vəziyyətimizə? Mənim öz halımı xatırlatdı. Gəlirsən ki, istədiyinlə görüşəsən, amma ki, neysə. Başa düşürəm sizi, amma yəni özüm bu dəqiqələ vəziyyətdəyəm ki, hal-hazırda mənim özüm... Anar. Necə? Adımı deyirəm, Anar. Laf yaxşı Anar. Sizə uğurlar. Deyirəm, bəlkə onlar gələndə kimi oturub hardasa bir kofe içək. Ay yox, xanım, yox, səhv anlamayın, doğrudan deyirəm. Yəni siz, mən, o mən demirəm. Bilirəm, sizinlə mənim istədiyimiz var, amma zaman tez keçsin deyə kofe içək. Həqiqətən pis niyyətim yoxdur. Onlar gələn kimi... Mən tanımadığım oğlanla kofe içən qızlardan deyiləm. Nə oldu, bəs demişdim, kofe içəcəkdik. Daha doğrusu içməyəcəkdik. O nə sifət idi də sən canı. Xanım, mən sizi kofeyə dəvət edirəm. Yox, pis başa düşməyin. Sadəcə siz, mən, başqa heç kim. Başqa heç kim demədin. Amma öz aramızda. O sifətimi görəndə yaman qorxmuşdun ha. Neyniyim, qızlara belə şey təklif edəndə həmən nə qədər sərt reaksiya verirlər. Mən də əvvəldən dedim ki, yəni sonra səhv anlaşılmasın. Həm də axı bizim özü tamam başqaydı. Demişdim ondan gələnə kimi. Belə ki, pis eləmişəm, bayaqdan gülürsən də. Ayıb olsun. İndi təsəvvür eləyin, bunların da sevgililəri həmən yerə gedir. Və bunları gözləyə onlar da tanış olur. Paradoks olar da əməlli başlı. Yox, düz deyirsən. Qız xeylağı ki, çox güldü, apar tulla. 14 iş günü ərzində ya qaytarırsan, ya başqasından dəyişdirirsən. Yo, mən çox sevirəm qız pozitiv olanda. Təzə-təzə hamınız beləsiz.
Sonra başlayırsınız ki, nə bilim, saçımı yığ, çox makiyaj eləmə, ora getmə, bura getmə. Yəni belə eləyəndə nə olur ki, özünüzə arxayınlaşırsınız, belə əminlik gəlir sizə. Ona görə saçı yığımsan. O özünə əmin olsun deyə. Hə. Neynim, kişim xoşlamır da açıq saçı. Bilmirəm nəyə görə açıq saçlı qızları sevmir. Amma sən bir sir açım. Mən elə gəlir ki, belə xoflanan kişilər daxildə zəif olurlar. De ki, mən elə deyiləm. Yo, mən də orada nə deyiləm. Amma səninlə razıyam. Yəni, xox gələn insan özünə əmin olmayan insandır. Məncə istənilən münasibətdən həzz almaq lazımdır. Bir-birinə nə sübut eləmək yox. Maraqlısan. Amma mənim açıq saçdan xoşum gəlir. Gəl çıx da, hardaydın bu vaxta qədər? Mənimki deyir saçı tağla ayır. Dinən ikimiz də zülüm çəkirik ki. Demə, demə. Görüşüb hara gedəcəydiniz? Yəni, sevgililər normalda hara gedirlər, ya Məsələ bilirsiniz nədir? Hal-hazırda yəni qızın da sevgilisi var, oğlanın da. Yəni bu ssenarinin də davamında nələr olacaq mənim özümə həqiqətən maraqlıdır. Sadəcə bir məsələ indi hal-hazırda mənim marağımı çəkir ki, burada əgər qızın sevgilisi varsa, tanımadığı oğlanla gəlib belə bir səmimi qaydada oturub kofe içmək, indi ən azından qohumu deyil, dostu deyil, ilk dəfə gördüyü insandır. Yəni bunu timboli, yəni belə bir qaydada qızla oğlan arasında və ya digər oğlanla qız arasında, öz sevgililər arasında, yəni münasibət belə baxıram ki, yaxşı deyil. Amma ümumi götürəndə bir-birlərinə oturması bu münasibətlərinə daha çox xətər verə bilər də, yəni. Nə bilim, görə indi ssenarinin davamında nələr olacaq? Ya da kafeyə. Çox orijinal. Bəli, çox orijinal. Bəs hansı filmə baxacaqdınız? Yəni normalda belə də fərqi yoxdur. Mən seçmirəm filmləri. Çünki o fikirləşir ki, mənim filmlərdən elə də anlayışım yoxdur. Yəni ki, ağlamalı filmləri sevirsən ona görə. Yox. Bəs yaxşı, sən özün hansı filmə baxmaq istəyərdin? Bir film var. Yəqin ki, eşitməmisən. Bir gün filmi. Bax, ona gedib baxmaq istəyərdim təzdən. Baş rolda Anne Hathaway. Yaxşı da. O mənim ən çox sevdiyim filmlərdən biridir. Mən dəhşət sevirəm o filmi. Komediya ilə başlayır, axırı dram. Mən ümumiyyətlə həyatda da sevirəm belə kontrastı. Yəni o filmin içində hər şey var. Sevgi, güvən, dostluq. Məncə istənilən münasibətin kökündə o dostluq olmalıdır. Gəl bir gün o filmi yenidən versələr, gedib baxaq səhər seansına. Yəni onlar gələnə kimi də. Dost kimi. Dost kimi. Onlar gələnə kimi. Yaxşı. Amma bir şərtim var. Filmə getməmişdən qabaq səhər tezdən gedirik Xaşa. Sən xaş da yeyirsən? Hə, mən xaş da yeyirəm, amma çox xahiş edirəm, bu aramızda qalsın, heç kimə demə. Yəni, niyə bu qədər təəccüblənirsən? Nə bilim, qızlara xaş deyəndə mu belə şeylər eləyirlər. Yəni, normalda mənə də xaş deyəndə mən deyirəm ki, ay Allah, o, inəyin ayağına necə yeyirsiniz, filan. Amma yəni, yeyəndə də 2 kasa yeyirəm. Sarımsaqla. Yox, mürəbbə ilə. Yaxşı bə. Bəs yaxşı, sən bu xaşı sevirsənsə, niyə camaatdan gizlədirsən? Camaatdan gizlətmirəm, amma sevgilimdən gizlədirəm. Çünki ona desəm ki, mən xaş yeyirəm, yəqin ki, mən evlənmə təklif eləməz. Mənimki də rəfiqələrinə şikayət eləyər. Məncə münasibətlərdə
İnsanlar dəlillik eləməkdən qorxurlar. Düz deyə sözdə var, amma əməldə heç nə yoxdur. Nə bilim, sanki bir-birlərindən çəkinirlər. Sənin üçün bax dəllik nədir? Bir yerdə xaş yemək. Biraz söhbətlər uzanır, Sərbəstlik. yəni başa düşürəm, rejissor elə eləmək istəyir ki, təbii alınsın, yəni birdən-birə başqa suallara, başqa söhbətlərə keçə bilmirlər, yəni onu aşılamağa çalışır rejissor, amma Bax indi biraz izləyici gözü ilə baxanda artıq mənim ürəyim sıxıldı. nə etmək istəyərdin? Rəqs eləmək istəyərdim. Burada? Burada. Yəni deyirsən qovsunlar bizi buradan. Qovsunlar da, bayaqdan dəlillikdən danışmırıq. Hara gelirsən? Hesabı ödə heç olmasa. Bir dənə tərəkəmə Qardaş, salamünaleyküm. Aleyküm salam. Mən sevgilimə evi təklif eləmişəm. O da mənə cavab verib. İndi çox sevinirəm. İstəyirəm o rəqsə dəvət edeyim. Olar mahnının səsi məz yüksəlməsin. Əvvəla Allah xoşbəxt eləsin. Amma bura rəqs meydançası deyil. Cəmaət dincəlir. Yox, narahat olma, heç kim narahat olmayacaq. Həm də ki, telefona çəkənlərdə obyektin reklamıdır. Obyektin reklamı. Amma bir dənə şikayət gəlsə... Olmayacaq, yəni bir mahnı heç olmaz. İndi sənin də başına gəlibdin. Yox, mənim başıma gəlməyib. Sən belə eləqəş. Yaxınlaşırsan o qəqəşə. Deyirsən ki, musiqisini biraz qaldırsın. Sağ ol, çox sağ ol. Hə, Şunu bir yerə. bir dənə. Sənin toyunda inşallah. Sən hardan bildin bu mənim ən xoşladığım mahnıdır? Çünki mənim də ən xoşladığım mahnıdır. daha bu qədər də yox dəvə. Nereden değişirik, hissedirik. Çok serbestlik ve samimi. Tebessümle kifayetlenirik. Çünkü severik, sevebilirik. İnan bitiririk, kövrelirik. Yine gemginik, yine Siz de durun oynayın. sevgi olmayanda, sevgi olmayanda. Sevgi olmayanda. Sevgi olmayanda. Hissedirik, demez severik, sevebilirik. Neçənci dəqiqəsidir filmin? Filmin 12-ci dəqiqəsindən 4 dəqiqəsi xar söhbətinə getdi, 3 dəqiqəsi də rəqsə. Hələ də gözləyirəm ki, maraqlı nəsə olacaq, çünki filmə baxmamışdan öncə şərhləri oxudum, yəni həqiqətən bəyənilib. İndi istər-istəməz bir Azərbaycanlı olaraq mənə də xoş gələr ki, yəni belə bir filmlər çəkilir. Baxın, bir qrafik dizayner və montaj rejissoru olaraq ümumi operatorun çəkməyi, kadrlar, rənglər, yəni əladır, bəyəndim. Amma
hələ ki, nə bilim, ssenaridə boşluq var, o da bilmirəm. Bəlkə də elə bir ssenaridə nəsə dəyişiklik olacaq. Hələ də gözləyirəm o ümidlə. Sevgi olmayanda sev, sev, sev. Sev, sev, sev. Niyə bir yerdəsiz? Yəni onunla sən niyə bir yerdəsiz? Mən belə başa düşürəm ki, siz tamamilə fərqli insanlarsınız. Nə deyək ki, xalam oğludur. Desəm bilmirəm, inanacaqsan. Yox. Əslində pis insan deyil. İşi, gücü, ailəsi. Düzdür, həyatda özü qərar qəbul eləyə bilmir. Onun əvəzinə bunu mən eləyirəm. Elə bil anasıyam. Çox vaxt gecikir. Hərdən özümü o qədər dəyərsiz hiss edirəm ki. Baxın, məsəl üçün kadrların dövr Məncə eləməsə insan əla. həyatda özünə yaxın Yəni birini insanı tapmalıdır. yormur kadr. Özü kim olanı. Öz adamını. Başa düşürsən? Eyni dalğada olduğun, ən az özün kimi güclü biri. Məncə elə birisi həyatımızda heç olmasa bir dəfə də olsun rastımıza çıxır. Özdə ən Başım gözləmədiyin gizəlləndi zaman. amma ya, əməlli başlı. Yaxşı, siz niyə bir yerdəsiz, cavan oğlan? Bunu 2 dəfə etiraf edəcəm. Anam məsləhət görüb. Qısa, konkret səmimi. Hər dəfə ondan qız qalasının qabağında görüşürük. Bilmirəm niyə belə alınır. Amma olur. Amma fikirləşirəm bizim orada görüşməyə haqqımız yoxdur. Niyə? Qız qalası haqqında əfsanəni bilirsən də. Şahın qızı. Sevdiyi ola-ola onu başqasına ərə verirdilər. Adamı cırnadırlar da konkret. Yəni ən azından siz nə o şah dövründəsiz, nə də ki ən azından elə bir yaşdasınız ki, bir yox deyə bilərsiniz də. Sən qız və sən oğlan. Yola getmirsinizsə, yəni asan bir məsələdə ayrılın, ən azından özünüzə də əzab verirsiniz. Qarşı tərəfə də hörmətsizlik edirsiniz belə. İndi bu kino deyə, amma var da, yəni həyatda da var belə hadisələr. Nə bilim, görə indi davamı nə olacaq? Amma o qızın başqa seçim şansı yox idi. Bizim isə o şansımız ola-ola hər dəfə səhv insanları seçirik. Amma sənin də, mənim də heç nə məcbur eləmirlər. Orası elədir. Amma indi dəyərlər dəyişib. Tamam başqa şeylərə dəyər veririk. Pul, heç kimdən geri qalmama istəyi, başqaları nə düşünər fikirləri. Amma yaxşı ki, qız qalası var. Hər dəfə onun önündə olanda bunu fikirləşirəm. Qız qalası insana seçim şansı verir. Onun qabağında ya səhv seçim eləyirsən, ya da düz. Gəlin kulminasiya nöqtəsini görün, nə deyirsiniz?
Qız qalası insana seçim şansı verir. Onun qabağında ya səhv seçim Atın edirsən, özünüzü. ya da ki düz. Yaxşı bəs Şahın qızı indiki dövrdə yaşamış olsaydı oradan özünü atardı. Bilmirəm. Gəldik, çatdıq. Görən çoxdan gəliblər. Nə bilim, telefonum səssizdə idi. Mədə də səssizdə idi. Heç ora qayıtmaq istəmirəm. Bu günə kimi münasibət və sərbəstlik haqqında fikirlərim tamam fərqli idi. Amma indi başa düşdüm ki, onunla belə sərbəst olmayacağım. Əslində bura gələndə tamam başqa əhvaldaydım. Amma sən mənim o əhvalımı dəyişdirdin. Peki sabah sərgiyə xaçlayaq. Sonrasında vaxt görsədir. Axşam da damlaya gedərsiniz. Mən sənin üçün tanımadığı oğlandan xaşa gedən qızlardan deyiləm. Oba. Onda tanışdığınıza şadam. Mən də. Yaxşı, anava nə deyəcəksən? O biri qaqaş Nurjeli bir üzünü çevirib bunlar görmür. Elə ancaq bir nöqtəyə baxır. Gəzək. Gəzək. Absurd, biraz absurd. Sevgililər bura qıfıl vursa yaxşı olar. Məncə bura şəhərin sevgi simvoluna çevirə bilər. Maraqlı fikirdim. Amma məncə düzgün qərar qəbul edənlərin də simvol ola bilər. Amma sən bayaq mənim sualıma cavab vermədin. Şahın qızı indiki dövrdə yaşamış olsaydı, özünü oradan atardı. Məncə yox. Bu dəfə düzgün seçim eləyərdi. Güzel. Başka seçim. Kadr çatdıq. qayıtdı. Görən çoxdan gəliblər. Bilmirəm, telefonum səssizdə idi. Məndə də səssizdə idi. Məncə açıq saxla. Sən sağdan, mən də soldan gedim. Yaxşı bir 2 dəqiqə sonra. Amma sən mən tərəfə baxmağa yaxşı. Narahat olma, tez gedəcəm. Göy tələsirəm. Də mən də baxım. Yaxşıdır. Yaxşıdır. Tanışdığımıza çox şad oldum. Mən də şad oldum. Deyirəm bəlkə bir gün oturub adası görüşək. Yəni dördümüz. 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 Əslində çox yaxşı olardı, amma məndən soruşacaq səni hardan tanıyıram filan. Yəni Düzdür, artıq suallar olmasa daha yaxşıdır. yaxşı. Anar. Yaxşı. Çox şad oldum. Mən də şad oldum. Özünə yaxşı bax. Sən də. Sağ ol. Qulaq as. Heç adımı da bilmədim. Arzu.
sevgiyə inanmaram, qayıtmaram. Ürəyimi xəyalımla ovutmaram. Senarist hardasa, senarist deyəndə ki, rejissor hardasa sosial mesajı verdi. Yəni seçimi edəndə düzgün etmək lazımdır. Müəyyən boşluqlar var idi, amma qəşəng filmdir. Yəni bundan da daha qat-baqat yaxşısını edə biləcəyinə mən inanıram. Ən azından rejissor edə bilərdi. Senarist kimdir? Qeyd olunmayıb elə bir ki, yoxsa mənim gözümdən qaçır. Yəni komanda şəklində bayaq dediyim kimi sırf olaraq operatorun işidir, rəngləndirmədir, montajda əla. Yəni bu işin içində olan bir şəxs kimi əla, bəyəndim. Biraz ssenaridə müəyyən boşluqlar var idi. O da ki, inşallah gələcəkdəki filmlərində ən azından daha yaxşısını ərsəyə gətirərlər. Bu arada sonda qeyd olunur Green və digər şəxslər. Belə maraqlı filmlər olduqca mənə yazın, baxaq bir yerdə. Baxıb şərh edək. Görüşənədək.